Hörmətli Rüstem müəllim, xoş gördük. Hoş gelmişsiniz. Sağ olun, təşəkkür edirəm. Evinizə həmişə xeyir işlərə gələk. Əziz müəllimimiz, mən burada təkcə öz adımdan yox, dərs verdiyiniz bütün Oğuldərə, kənd sakinlərinin hamısından, şagirdlərinizin adından gəlmişəm bura. Hamısının adından elə bilirəm, yəni ərkim çatar da o söz demək. Mütləq. Yəni bütün şagirdlərinizin adından gəlmişəm bura. Bu gün sizin gününüzdür. Bu gün 5 oktyabr müəllimlər günüdür. Biz də belə qərara aldıq ki, belə dərs ediyiniz bütün o şagirdlərin hamısının adından gəlim sizi təbrik edeyim. Bugünkü gününüz mübarək olsun deyim və sizi bir ziyarət edeyim. Sağ olun. Dəyərli müəllim, siz bizə həyatda çox şey öyrətdiniz, təkcə dərsi yox. Biz sizdən çox şey öyrətdik və bizim üçün çox əzizsiz, çox qiymətlisiniz, onu biləsiniz. Və indən sonra da sizə hətta ehtiyacınız var. İstər bütün şagirdlərinizin adından sizə uzun ömür, can sağlığı arzu edirəm. Bugünkü gününüzdə sizə çox balaca bir hədiyyə gətirmişəm kollektivimizin adından, bütün kənd cəmaatımızın, dərs ediyiniz yoldaşların adından. Yəni ucuz olsa da qəbul edin. İndi ola bilər ki, bunun dəyəri o qədər də çox belə olmasın. Ancaq mahiyyət baxımından indi çalışmışıq ki, ürəyinizcə olsun. Müəllim üçün birinci dəyərli qələm deməlidir. Sizə belə bir qələm və çox ağır bir samballı çəkisi olan belə sizin üçün bir hədiyyə gətirir. Teşekkür ederim. Çok sağ olun. Değmez. Yani bu sizin xidmətinizin qarşısında xırda bir şey. Yok, hırda değil. Ancaq xahiş edirəm bunu. Çok sağ olun. Yaxşı. Yox, müəllim kimi yox. Sağ ol. Mənim üçün çox dəyərli. Yox, xoş. Allah canını sağ olun. Çok sağ olun. Allah sana sağlık versin. Sağ olun. Kamil bizim əziz adamımızdır, əzizimizdir. Təkcə bir müəllim şagirdin yox. Elimizin, oğlanımızın fəxridir. Mən Kamillə fəxr edirəm. Ben her birimiz Sağ olun. Biz sizlərlə fəxr. Çox sağ olun. Hədiyələr də çox gözəldir, çox qiymətlidir mənim üçün. Sağ ol. Siz qiymətlisiniz müəllim. Şagirdlərimlə aldığım birinci ən qiymətli hədiyyə. Allah razı olsun. Sağ olun. Sağ olun. Sağ olun. Bu Hoş sizin gəlmişsiniz yenə də. sağ olun, var olun. Sizin xidmətinizin qarşılığında bu çox xırda bir şeydir. Yox, xırda da çox böyük. Amma nəzərə aldıq, çox götür-qoy elədik ki, biz nə aldıq, nə alaq, nə cür alaq. Hə, onun pero variantı da var idi. Mən onu götürmədim. Yəni bu qələmi pero variantı da var. Eyni biz necə ki birinci sinifdə yazırıq. Bu onun biraz müasir variantı. Mən o pero variantını götürmədim. Çünki biz artıq o mərhələni çoxunu keçmişik. Hə, yəni xırda da olsa qəbul edirəm. Bu təsbihərin də ağırlığından xoşum gəldi. Samballı kişilər samballı təsbih edir. Mənim günlük təsbihdə düzdür. Mən təsbih heç vaxt yəni gəzdirməmişəm. Amma belə bu sambalını bir də bu təbii daşlardandır. Yəni bu təbii daşdır, sünüdür. Deyirik, həm bir müəllim kimi, həm yaxşı bir ziyalı kimi, həm bir el ağsaqqalı kimi, həm bir şair kimi. Görün nə qədər şahərsiz bizim üçün, nə qədər dəyərsiz. Allah sizi var eləsin.